Pensiya çıxmaq üçün 30 yaşına qədər 5 il minimum staj olmalıdır. 30 yaşından sonra hər yaşa görəsə 4 ay əlavə staj gəlir üstünə. Məsələn 31 yaşda o 504 ay, 32-də o 508 ay hörmətli icrəcə və 30 belə 8-də o 6 il belə gedir. Nəzərə bunu nəyə görə deyirəm hörmətli icrəcə? Bu halda da əlilliyi olan şəxs əgər 2006-dan 2018-ə qədər işləyibsə, artıq onun əlavə staja ehtiyacı yoxdur. Və ya 2006-ya qədər ali təhsil və ya texniki təhsil olubsa, əlavə staja ehtiyacı yoxdur. Nəzərə hörmətli icrəcə. Yəni onu demək istəyirəm ki, əlilliyə görə pensiya çıxmaq üçün 24 il əmək stajına ehtiyacı yoxdur. Daha azdır hesab edəndə hörmətli icrəcə. Və hətta əlilliyi olan şəxs əlilliyi olmamışdan qabaq kiməsə qulluq edibsə, birinci qrup əlilliyə qulluq edibsə, o halda o da staja daxildir. Nəzərə alın. Mütləq qaydalar. Bunları dediyim kimi, ya icra hakimiyyətində sərəncam olaraq sübut edə bilərsiniz, ya məhkəmə qaydasında inzibati məhkəməyə müraciət edərək. Amma burada bir incə məqam var, onu qeyd edəyəm. Sizə pensiya verildiyi, daha düzgün pensiyanın verilməsinə imtina verildiyi gündən 30 gün ərzində məhkəməyə müraciət edin. Əks halda müddəti buraxasınız. Eyni zamanda əgər həmin vaxt müraciət edərsinizsə, məhkəmə neçə vaxt keçsə, 1-2 il keçsə, fərqi yoxdur, həmin müddətində pensiyalar əlavə olunacaq. Nəzərə alın, hörmətli icrəcə. Mütləq qaydalar müddəti buraxmayın. İstər əlilliyin təyinatına bağlı, istər pensiyanın təyinatına bağlı. Nəzərə alın, hörmətli icrəcə. Əsas məsələdən biri budur. Müddət buraxılmaz. Yəni buraxsınız, əlilliyin təyinatına bağlı təzədən komissiyadan keçməli olacaqsınız. Nəzərə alın, əsas məsələdən biri budur. Və ya pensiyanın təyin olunması üçün təzədən müraciət etməli olacaqsınız. Ona görə tövsiyə edirəm ki, buraxmayın. Sonunda bir daha qeyd etmək istəyirəm ki, YouTube kanalına abunə olan şəxslər üçün telefona və ya əyani hüquq məsələn verilməsi 10 manatdır, əzələn yazılması isə 50 manatdır. Bu kampaniyadan istifadə etmək üçün mütləq qaydalar YouTube kanalına abunə olun. Çəkin mənim WhatsApp nömrəmi göndərin. Bir də sizdən xahiş edirəm hörmətli icrəcə. Kimin nə sualı varsa, yəni WhatsApp-a səslə göndərsin. Bir də gözü başqa yerdə olan cavab verə bilməm. Eyni zamanda bir daha qeyd edin.